Salam, Ədliyyə İnfazın sual-cavab rubrikasındasınız. Bugün hüquqşünas mediator Zaur Quliyevdən inzibati şikayət və hüquqi müdafiə mövzusundan danışacağıq. Zaur bəy, xoş gördük. Xoş gördük, Jalə. Zaur bəy, biz hər zaman burada studiyamızdan çağırış edirik ki, hər kəs suallarını redaksiyamıza göndərsin. Yenə də bir neçə suallar göndərilib. Rəsmiyə Rızayev adlı tamaşaçımız yazır ki, dövlət qurumlarına edilmiş şikayətlərə hansı müddətdə baxılmalıdır? Müraciətlərə baxılması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən vətəndaşların inzibati orqanlara müraciətlərinə 15 gün ərzində baxılmalıdır. Xüsusi araşdırma tələb edən hallarda isə istisna olaraq həmin müddət daha bir ay müddətinə də uzana bilər. Amma vacib məqamı ondan ibarət ki, mütləq vətəndaşa bununla bağlı məlumat verilməlidir. Aydındır. Digər tamaşaçımız da soruşur ki, şikayətə cavab verilməzsə vətəndaş hansı addımlar ata bilər? Şikayətə cavab verilmədiyi təqdirdə vətəndaş artıq müraciətinə sanki imtina cavabı verilmiş kimi inzibati məhkəməyə də müraciət edə bilər. Müraciətin cavablandırılmaması üçün də inzibati məhkəməyə artıq müraciət edə bilər. Eyni zamanda da təbii ki, həmin inzibati orqanın üst orqanına da eyni zamanda prokurorluq orqanlarına da şikayətini ünvanlaya bilər. Bəs Zaur bəy, dövlət qurumlarından inzibati qərarlarından məhkəməyə müraciət proseduru necədir? Bu hallarda məhkəməyə müraciət proseduru ilkin olaraq həmin inzibati orqana müvafiq ərizə ilə müraciət etmək lazımdır. Əgər həmin inzibati orqan 15 iş günü ərzində vətəndaşın müraciətinə imtina cavabı verərsə və yaxud da ümumiyyətlə cavab verməzsə, bu halda iddia ərizəsi yazmaqla, amma iddia ərizəsinə həmin inzibati orqana ünvanladığımız ərizəni və ərizənin təqdim edilməsi ilə bağlı ərizənin imzalanmış, qəbul olunma möhrü olan sürətini və yaxud da poçt qəbzini də əlavə etməklə inzibati məhkəmələrə müraciət etmək mümkündür. Aydındır. Təşəkkür edirəm Zaur bəy. Və icazənizlə xüsusi olaraq qeyd edim ki, inzibati orqanlara qarşı edilmiş şikayətlər, məhkəmə şikayətləri üzrə vətəndaşlar dövlət rüsumundan azaddır. Aha. Belə, dəyərli izləyicilər, siz də hüquqi suallarınızı Ədliyyə İnfazın Facebook səhifəsinə və ya 070-222-91-39 WhatsApp nömrəsinə göndərin. Gördüyünüz kimi seçilən suallar burada hüquqşünasımız tərəfindən mütləq cavablandırılır. Onu da qeyd edim ki, hüquqşünasımıza hər hansı sualınız və yaxud özü ilə əlaqə saxlamaq istəyərsinizsə, yenə də 070-222-91-39 WhatsApp nömrəsinə yaza bilərsiniz. Mövzu ilə bağlı fikirlərinizi isə rəy bölməsində yazın. Unutmayın, biz sizin üçün çalışırıq. Hüququnuzu bizimlə öyrənin. Çünki məlumatlı vətəndaş ən güclü vətəndaşdır. Özünüzə yaxşı baxın, görüşmək ümidi ilə. Sağ olun.